Və deyir ki, yaxşı, indi mənə deyirsiniz ki, bu əməliyyatı, müharibəni saxlayaq. Bəs müharibəni saxlayınca biz nə edəcəyik? Nə işlə məşğul olacaq deyir. Yazı gülür. Orada günə 1500 nəfər ölür. 1 milyon yarım adam şirkət olub, ölür. Ölkə batır, o gülür. Başa düşürsünüz? Çünki o ləzzət alır o məqamlardan. Faciələrdən ləzzət alır. Bu şizofreniyadır. Bunun başqa adı yoxdur. Baxın, görün nə danışır. Diqqətlə dinləyin, baxın. Вот СВО закончится, чем мы будем заниматься? Если настолько увлеклись этим, понимаете, настолько с душой это делают и чувствуют свою причастность к большому, огромному, нужному для России делу, Нужному для России что делу, onların ölməyin, Rusiya var. у них чувство тревоги возникает, а мы будем востребованы так же, как сейчас. Это важно. И нам нужно вместе подумать. Bu varsa yenə də verim, qəbristanlıqları verək, göstərək. Rusiya qəbristanlıqlara dönüb. Baxın bu qəbristanlığa, baxın. Gülür, ləzzət alır. Mən başlamamışam deyir müharibəni. Много флагов, Много, да? много могил. Я так понимаю, это не в одном месте здесь. Центральное кладбище. Хабаровск. Hər gün 1500 Молодой belə парень. qəbir. 2004, 2004-cü ildir 2025. doğumudur. 21 год было. Getdi. O gülür, o ləzzət edir. Onu da kayfdadır, başa düşürsünüz. Здесь получается несколько секторов Bir в müharibədən sonra одном biz nə месте. edirik? Вот это вот один сектор, разделение, вот этот второй, и там, судя по всему, третий. Dəhşət. Вот такие даже ставят с фигурами. Ангелы. Ангелы. Тоже Ну, молодой Филичек был, Личекин, 2003-го. И погиб. 20 лет ему было. В 2003-м родился и в 23-м погиб. Единственный ребенок в семье. Его жизнь текла спокойно и размеренно до того самого дня, когда он был призван по мобилизации 24 октября 22 года в Хабаровске. С того момента его судьба изменилась навсегда. Какая судьба? Какое изменение? Он просто в могилу его загнали. Yəni mobilizasiya yenə də gözləyir Rusiyanı. O gülür, ona ləzzət eləyir. Başa düşürsünüz? Bir dənə saxtalaşdıracaq tezdən orada seçki filan hər şey. Ona asan da nə var ki orada? Bunlar təhkimçidirlər də. Heç vaxt bunların tükü də tərpənməyəcək. Başlarını çünki döyülməyi öyrənir. Biz təhkimçiliyi nədir? Bax sözü deyirik, bəzən kesirik üstündən belə. Bu nə özbəklərdə, nə Azərbaycanlılarda, nə gürcülərdə, nə heç bir xalqın tarixində belə bir şey olmayıb. Bu ancaq Rusiyaya aiddir. Bayar, yəni bəy ərən və təhkimçi Rus, Slavyan. Bəy ərənlər çox tatarlardır. O təhkimçi də o idi. Toy gecəsi haqqı. Yəni hətta toy gecəsi, bu Slavyan və hamısı o Slavyan bilirsiniz də İngilis dilində qul deməkdir, qul. Həmən o qul, təhkimçi. Arvad dalında birinci aparı verirdi bəy ərənlər. Onu öyrəşmişdi o. Birinci gecəni onunla yatmalıydı. Bu qayda qanunu idi. Hətta buranı gəlib işğal edəndən sonra bizə də o təhkimçi eləmək. Çünki sonra deyirlər ki, bunlar öyrəşməyiblər. Xan belə bir şey eləməyib, bəy belə bir şey eləməyib. Vərənin qüruru var. Bəy gəlib xalqın arvadını ilişməyəcəkdi ki, çıxarıb qılıncı kəsərdi onun başına. Hə, bəy də hara desə onun üçün qeyb vuruşacaqdı. O xanlıq üçün qeyb vuruşacaqdı və o bəydir. O irəlidə gedəndi onun düşüncəsini. Amma gəlib onun ailəsinə girə bilməzdi, onu təhqir eləyə bilməzdi o bəy xan. Bu bizim ənənəmizdir. Bizim gələnəyimizdir. Bunlar da belə deyil. Təhkimçi. Və indi o təhkimçi ənənəsi ilə yaşayan o toplu alqaçlıqla məşğul olub, onlar heç vaxt səsləri çıxmayacaq. İndi daha bütün o halda da deyir ki, o toy gecəsi haqqını da qazansın. Çünki öz arvadından da boşanıb. Amma hər halda bu ənənədir, bunların tarixi bundan ibarətdir. Bəli, Azərbaycanda da istəyirlər onu eləsinlər. Bizim xanlıqlarda üsyan qalxıb Qubada, üsyan qalxıb Şəkidə, üsyan qalxıb Gəncədə. Bütün şəhərlərimiz üsyan qalxıb, o sakitləşib olsa yaxşı. Bunlara toy gecə haqqını çətin məsələdir bunlarla. Çünki bunlarda qeyrət, namus. O söz tərcümə olunmur o dilə. Nə qeyrət, nə namus. Tərcümə olunmur. Çest var, o şərəfdir. Çest demək, şərəf. Zabitlərin, filanların, o Alman əsilli, Tatar əsilli, Türk əsilli filan. O çest başqa şeydir. Sovisi var, o vicdandır. Namus tərcümə olunmur.
qeyrət tərcümə olunmur. Çünki o anlam yoxdur orada. Başa düşürsünüz? Necə bizim əyri bəzən belə mahiyyətcə bizə aid olan sözlər var, hansı ki, onlar onu tərcümə eləyə bilməzlər. Necə tərcümə eləyə bilərsən? Məsəl üçün, bu Seyiddir, Cəddi Ağırdır. O rus dilində tərcümə olmayacaq. Çünki orada Seyid yoxdur, Cəddi Ağırdır, başa düşməyəcəklər. Ya da Родственник Isusa Xrista, məsəl üçün deyirəm də, ya və yaxud hansı peyğəmbərində. У него аура тяжелая. O başqa şeydir. Komik alınır. Ancaq komik. Amma qeyrət və namus tərcümə olunmursa, bu dəhşətdir. Bu komik deyil. Başa düşürsünüz? Bu hansısa dünya görünüşündəki çatışmazlıq deyil həmən o Seyid məsələsində. Bu başqadır. Qeyrət yoxdur. Namus yoxdur. O təkimçilikdən gəlir. Baxın, indi ölürlər. Və mən təbii ki, səfərbərliyi gözləyir Rusiyanı. Kimi tutdular, aparacaqlar ora? Çünki o elə bilir ki, o internetlə məşğul deyil, o başa düşmür. Həm psixoloji dərin problemi var, həm də başa düşmür ki, sən ora 1 milyon da atsan, o dronlar hamısını qıracaqlar. Müharibənin bütün modeli dəyişilir. Bu müharibə o deyil, hücuma keçəsən, belə Kurskaya, Duqa, tanklar falan, bitdi o. İndi dronlar xüsusi zona düzəldiblər və ora gələni, yəni o dron o insanlardan çoxdur. Və bu gözlənilir, səfərbərlik gözlənilir. Çünki oradakı insanlar təkimçiliklə heç vaxt